Salam, axşamınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahid, əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Pezeşkiyanın muavininə sui-qəsd cəhdi oldu. Sistan və Bəlucistanda polis məmurları öldürüldü. Trump Müçtəbə Xamneyi ilə bağlı paylaşım etdi. Evin həbsxanasında qaranlıq məhbuslar müalicəsiz qaldı. İran-İsrail və Rusiya-Ukrayna müharibəsi bitməyəcək, Besmernidən açıqlama. İndi isə daha ətraflı. Məsud Pezeşkiyanın muavini 1-ci vitse-prezident Məhəmməd Rıza Arifə qarşı sui-qəsd olub. Bu barədə hökumətə yaxın media orqanları məlumat yayıb. Məlumata görə hücum Şəhidlər Fondu binasına edilib. Hücum Arifin Şəhidlər Fondunu ziyarət etməsindən sonra baş verdiyinə görə o həyatda qalıb. İranın Sistan və Bəlucistan əyalətinin Təftan şəhərində naməlum silahlı şəxslər polis avtomobilinə hücum edib. Bu barədə Bəluç fəallarının kampaniyası məlumat yayıb. Hücum nəticəsində avtomobildə olan 5 polis əməkdaşı yerindəcə həlak olub. Hücumun məsuliyyətini hələlik heç bir qrup öz üzərinə götürməyib. Birləşmiş Ştatların yaxın şərqdəki hərbi mövcudluğu təhlükəsizlik gətirmir və regional ölkələr Vaşinqton olmadan yeni bir nizam yaradacaqlar. Bunu İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibov deyib. Qalibov bölgədə təhlükəsizliyin regional ölkələr tərəfindən qurulmalı olduğunu bildirib. O deyib, yaxın şərqin siması və nizamı dəyişəcək, amma ABŞ planlarına uyğun olaraq yox. Biz bölgənin İslam ölkələri olaraq iqtisadi və təhlükəsizlik çərçivəsində bölgəsəl nizam və təhlükəsizlik yaradacağıq. O həmçinin iddia edib ki, İran 12 günlük müharibədən sonra raket buraxıcılarının dizaynını və sistemini dəyişdirib və düşmən onları vura bilməz. İran bir gündə 2 və ya 3 raket buraxır. Onların bütün raket ehtiyatının təxminən 8% qalıb. Bu sözləri ABŞ prezidenti Donald Trump sosial şəbəkə hesabında yazıb. Trump həmçinin İranın ali lideri Müçtəbə Xamneyinin yaralanması ilə bağlı xəbərlərə də münasibət bildirib. Çoxları onun ciddi şəkildə eybəcər hala düşdüyünü deyir. Bəziləri onun bir ayağını itirdiyini və çox ağır yaralandığını söylüyor. Digərləri isə onun öldüyünü bildirir. Heç kim onun 100% sağlam olduğunu demir. Onun ölüb-ölmədiyini bilmirik. Onu heç kim görməyib. Davam edirik. Təhlükəsizlik məmurları martın 16-sında Tehranda sənədli film rejissoru və ictimai fəal Müjgan İlalnunu həbs ediblər. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Onun həyat yoldaşı kinoprodüseri olan Məhəmməd İlalnu və qızı Leyla İlalnu da saxlanılıb. Onların həbsi səbəbi və hara aparıldıqları barədə açıqlama verilməyib. Müjgan İlalnu bir neçə gün əvvəl xarici mediaya verdiyi müsahibədə hökuməti tənqid edib və İran ölüm yatağında olan xəstədir demişdi. Evin həbsxanasının içindən sarsıdıcı məlumatlar yayılıb. Həbsxanada nə baş verir? Günaz TV-nin məlumatına görə evin həbsxanasından daxil olan son məlumatlar məhbusların saxlanma şəraitinin ciddi şəkildə pisləşdiyini göstərir. Bildirilir ki, həbsxanada şəhər elektrik enerjisi kəsilib və hazırda elektrik yalnız generator vasitəsilə təmin olunur. Məlumatlara əsasən isti su da bir neçə gündür ki, tamamilə kəsilib və havaların soyuması ilə eyni vaxtda çox sayda məhbus soyuq dəymə və tənəffüs xəstəliklərinə tutulub. Eyni zamanda həbsxananın tibb bölməsi faktiki olaraq fəaliyyətini dayandırıb və məhbuslara heç bir tibbi xidmət göstərilmir. Daxili mənbələr bildirir ki, həkim və dərmanlara çıxış tamamilə kəsilib və xəstə məhbuslar baxımsız vəziyyətdə qalıb. Bu mənbələrin sözlərinə görə həbsxana rəhbərliyi müalicə əvəzinə hər məhbusa cəmi bir qaşıq difenhidramin şurubu verib və xəstələrin müalicəsi üçün heç bir ciddi addım atılmayıb. Həmçinin bildirilir ki, təhlükəsizlik şəraiti və personalın fəaliyyətində yaranan problemlər səbəbindən məhbuslara göstərilən bir çox əsas xidmət dayandırılıb və vəziyyət sürətlə kritik həddə yaxınlaşır. Bu durum davam etdiyi halda həbsxana rəhbərliyi və aidiyyatı qurumlar tərəfindən heç bir rəsmi açıqlama verilməyib və xüsusilə siyasi məhbusların sağlamlığı və həyatı ilə bağlı narahatlıqlar getdikcə artır.
Təl-Əviv administrasiyası İrana hücumların planlaşdırıldığından daha uzun müddət ən azı bir ay davam edəcəyini gözləyir. Bu barədə İsrailin Kanal 12 telekanalı məlumat yayıb. Telekanalın yaydığı məlumata görə Təl-Əviv və Vaşinqton administrasiyaları İran hökumətini devirmək üçün bütün mövcud vasitələrdən istifadə etmək niyyətindədir. Telekanalın mənbələrə isnadən yaydığı xəbərdə İrana hücumların əvvəlcə bir neçə həftə planlaşdırıldığı, lakin İsrailin gəldiyi son qənaətə görə isə ən azı bir ay davam edəcəyi bildirilir. İranın İsrailə və Rusiyanın isə Ukraynaya qarşı müharibəsi tək qarşıdurmada iki cəbhədir. Əgər Qərb ölkələri Ukrayna və İsraili dəstəkləmək üçün həll yolları tapmasalar, bu müharibələr sonsuza qədər davam edəcək. Bu barədə Ukraynalı siyasətçi Roman Besmertni deyib. İranın İsrailə və Rusiyanın isə Ukraynaya qarşı müharibəsi tək qarşıdurmada iki cəbhədir. Əgər Qərb ölkələri Ukrayna və İsraili dəstəkləmək üçün həll yolları tapmaq və məhdud resurslardan rasional istifadə etmək üçün fəaliyyətlərini əlaqələndirməyə başlamazlarsa, hər iki ölkə üçün müharibələr xeyli uzana bilər. Əgər Vaşinqton və ya Avropa bunu başa düşməsə, bu müharibələr sonsuza qədər davam edəcək, deyə o qeyd edib. Besmertni Rusiya, İran və Çinin şər oxunda müttəfiq olduğunu, birgə hərəkət etdiyini və hərəkətlərini əlaqələndirdiyini anlayan liderlərin olmadığını bildirib. Körfəz ərəb ölkələri ABŞ-dən İranla müharibəyə başlamasını istəməsə də, hazırda Vaşinqtonu əməliyyatları yarımçıq saxlamamağa çağırır. Bu barədə Körfəz ölkələrindəki 3 mənbə Reuters agentliyinə bildirib. Məlumata görə bölgə ölkələri İranın Körfəz neft yollarına və bu resurslardan asılı iqtisadiyyatlara təhdid yarada biləcək imkanlarının qalmasını istəmir. Eyni zamanda həmin mənbələr 5 Qərb və Ərəb diplomatı qeyd edib ki, ABŞ Körfəz ölkələrinə Birləşmiş Ştatlar İsrail hərbi kampaniyasına qoşulmaq üçün təzyiq göstərir. Məlumata görə Birləşmiş Ştatlar prezidenti Donald Trump bu kampaniyaya regional dəstək nümayiş etdirməklə onun beynəlxalq legitimliyini və ölkə daxilində dəstəyi gücləndirməyə çalışır. Belə, hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.